Karl Gustav Jung deyir ki, bəzən doğrudan da dahi ilə onun insani keyfiyyətləri arasında elə bir uyğunsuzluq olur ki, insan özündən soruşmalıdır ki, biraz daha az istedad daha yaxşı ola bilməzdimi? Təbii ki, ola bilərdi. Gecəniz xeyir. 24 saata baxırsınız. Baku TV-nin studiyasında Xəyal Orucoğludur. Başlayaq əvvəlcə anonslardan. Bakıda İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimi keçirildi. Güclü Azərbaycan niyə İranı narahat edir? Bu barədə bir araşdırmamız var. İrəliyən dəqiqələrdə həmçinin biləcəksiniz ki, Rusiya Ermənistana nota verdi. Görünür, Ermənistandakı hərbi parad Moskvanın heç xoşuna gəlməyib. Kanalizasiya sularını dənizə axıdanlar və dənizi çirkləndirən kimlərdir? Bu suala da cavab axtarmışıq və digər xəbərlərimiz də var. Son 24 saatda yaşananları 24 saatda izləmək imkanımız və imkanınız var. Beləliklə başladıq. Prezident İlham Əliyev Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdullah Xəlil Əl-Müseybi, Ərəb Valyuta Fondunun baş direktoru və idarə heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cüreyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Faylakavi, Səudiyyə Ərəbistanı Krallığının Maliyyə naziri Məhəmməd Abdullah Əl-Cadan, Küveyt dövlətinin Maliyyə naziri Yaqub Əl-Rifai, Qətər dövlətinin Maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin Beynəlxalq Maliyyə Əlaqələri üzrə nazir müavini Əli Abdullah Şərəfi daxildir. Dövlət başçısı Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantısında iştirakının əhəmiyyətini qeyd edib. Azərbaycanla Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğulayıb. Dövlət başçısı imzalanacaq sənədlərin önəminə də toxunub. Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edilib. Görüşdən sonra Azərbaycan prezidentinin iştirakı ilə Sumqayıt Yeni Tullantı su təmizləyici qurğunun tikintisi layihəsi üzrə kredit sazişi imzalanıb. Həmçinin imzalanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya qrupu üzvləri arasında Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sisteminin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu mübadilə olunub. Daha sonra dövlət başçısı İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə dostluq ordenini təqdim edib. Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin sərəncamına əsasən bu ordenlə təltif olunub. İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantıları qeyd edim ki, davam edir. Prezident İlham Əliyev iyunun 18-də keçirilən açılış mərasimində də iştirak edib. Tədbirin 3-cü günündə həmçinin bir sıra digər tədbirlər də baş tutub.
sökənən siyasətimiz. Bakıda İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantıları davam edir. İyunun 18-də tədbirin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Ölkə başçısı bildirib ki, Azərbaycan ikinci dəfədir ki, illik toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya ev sahibliyi edən ölkə idik. Həmin illik toplantı qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza, qəti sadiqliyimizə söykənən siyasətimizin təzahürüdür. İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qurumla Azərbaycan arasında əlaqələrdən danışıb. İslam İnkişaf Bankı qrupu infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrində 84 layihə üzrə 1,8 milyard ABŞ dolları həcmində maliyyələşdirməni təsdiqləmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt azad iqtisadi zonası kimi layihələr təkcə milli layihələr deyil. Onlar regional ticarətin əsas arteriyalardır və illik toplantılarımızın davamlı rifah naminə regional inteqrasiya mövzusunu mükəmməl şəkildə təcəssüm etdirirlər. İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantılarının 3-cü günündə eyni zamanda bir sıra tədbirlər keçirilib. Toplantılar çərçivəsində təşkil olunmuş panel müzakirələrində çıxış edən İqtisadiyyat Nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanıdır. İmzalanmış müqavilələrə əsasən 2030-cu ilə qədər ümumi gücü 6 gigavat olan külək və günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır və bu rəqəmin 2032-ci ilə qədər 8 gigavata çatdırılması gözlənilir. Eyni zamanda KOBİA'nın idarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda kiçik və orta bizneslərin dəstəklənməsi və onların regional və beynəlxalq bazarlara çıxışına şərait yaradılması əsas prioritetlərdən biridir. Həyata keçirilən islahatlar və dəstək proqramları vasitəsilə sahibkarlığın gücləndirilməsi, ixracın artırılması, innovasiyaların təşviqi və KOBların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində ardıcıl işlər görülür. Qeyd edək ki, dayanıqlı rifah naminə regional inteqrasiya mövzusuna həsr olunan tədbirə qrupa üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri qatılıb. Tədbirlər iyunun 19-na kimi davam edəcək. Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik regional inkişafın göstəricisidir. Bu barədə Prezident İlham Əliyev Bakıda İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimindəki çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkələrimizin və ölkəmizə dost olan ölkələrin sayı ilbəil artır. Uğurlu inkişaf bir çox meyara əsaslanır. Azərbaycan müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk 2 ili istisna etməklə qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə sabitlik, yəni bugün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik nəinki inkişafımızın əsas meyarıdır. O cümlədən
regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib. Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır. Məsələn, namizədliyimiz müxtəlif təsisatlar üçün namizədlər siyahısında var idi və biz tam mütləq dəstəyi qazandıq. Bu hal bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasına namizəd olduğumuz zaman müşahidə edildi. O vaxt biz 155 ölkənin dəstəyini qazandıq. Bu hal 120 ölkədən ibarət və BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatının sədrliyinə namizəd olduğumuz zaman özünü büruzə verdi. Biz yekdilliklə seçildik və nəinki seçildik, sonradan sədrliyimiz müddət yekdilliklə uzadıldı. Bəli, sabitlik bir ölkədə, ərazidə, regionda mühüm şərtdir. Həm də orada sülhün, əmin-amanlığın bərqərar olunması üçün də. Biz görürük ki, dünyada sabitlik olmayan ölkələrdə, sabitlik olmayan yerlərdə nələr baş verir və münaqişələr, müharibələr nələr göstərir və insanların başına nələr və hansı bəlalar gətirir. Və ona görə də sabitliyin olması çox mühümdür. Məsələn, götürək, yaxın şərq İranda bir neçə müddət ərzində baş verənlər və cənub qonşumuzda bax, bu cür münaqişənin olması əlbəttə ki, nələrə gətirdi, çıxartdı. Bunun da bir növ şahidləriyik. Digər ki, İran son günlər səsləndirdiyi bəyanatlar və eyni zamanda hökumət yönümlü mediada yayılan mesajlar onun Cənubi Qafqazla bağlı bəzi məsələləri, müzakirələri yenidən bir növ gündəmə gətirib. Tehranın rəsmiləri regionda geosiyasi dəyişikliklərə qarşı olduqlarını vurğulayır. Azərbaycanın təşəbbüs göstərdiyi regional layihələrə isə bir növ ehtiyatla yanaşırlar. Maraqlıdır görəsən, cənub qonşumuzu qorxudan nədir? Bütün bunların fonunda rəsmi Bakı isə öz mövqeyini dəyişməz olaraq saxlayır. Azərbaycan regional əməkdaşlıq, nəqliyyat layihələri və suveren hüquqlar əsasında formalaşan yeni geosiyasi reallıqların tərəfdarı olduğunu bəyan edir. İran son günlər həm diplomatik kanalları, həm də hökumətin nəzarətindəki media resurslarını işə salaraq Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı növbəti hücum kampaniyasına başlayıb. Tehrandakı hərbi siyasi elita regiondakı yeni reallıqları həzm edə bilmədiyini artıq gizlətmirdi. Diplomatik etiketləri tamamilə kənara qoyan Molla rejimi yenə köhnə valı fırladır. Bölgədə geosiyasi sərhədlərin dəyişməsinə imkan verməyəcək. Bəs bu bəyanatların arxasında dayanan əsir riyakarlıq nədən ibarətdir? İranın Azərbaycandakı keçmiş səfiri, hazırda prezident administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvinin səsləndirdiyi Qafqaz bizim evimizdir. Kənar qüvvələrin bura gəlişi sabitliyi pozur. Tezisi sadəcə geosiyasi egoizmdən başqa bir şey deyil. Adamdan soruşarlar, Azərbaycan torpaqları 30 il boyunca işğal altında qalanda, məscidlərimizdə donuz saxlayanda, şəhərlərimiz yerlə yeksan ediləndə bu bölgə İranın evi deyildimi? Bəsirət gözü niyə tutulmuşdu? Həmin illərdə işğalçı Ermənistanı yanacaq və logistika ilə təmin edən elə məhz Tehran rejimi idi. İndi isə durub, regionda sülhün və sabitliyin keşişçisi rolunu oynayırlar. Azərbaycanın öz gücü hesabına torpaqlarını azad etməsi və Zəngəzur dəhlizi layihəsi Tehranı ciddi şəkildə təşvişə salıb. Çünki regional layihələr reallaşsa, İranın bölgədəki iqtisadi və siyasi rıçaqları sıfırlanacaq. Maraq budur. Qalan hər şey bəhanədir. İran mediasının yaydığı pərdə arxası təhdidlər, xüsusən də İrəvana yönələn yaxın şərqdə addımlarımızı görməyibsinizsə, itirən tərəf olarsınız. Eyhamları əslində Tehranın Ermənistandan tam itaət tələb etdiyini göstərir. Burada isə ortalığa dəhşətli bir ziddiyyət çıxır.
İran hər addımda Qərbi, ABŞ və Fransanı özünün əzəli düşməni elan edir. Amma eyni İran regiona Avropa İttifaqının cəsus missiyasını, ABŞ hərbiçilərini və Fransanın silahlarını dolduran Ermənistan rejimini qucaqlamaqdan da çəkinmir. İrəvanın bu addımlarına göz yuman Tehran nədənsə bütün aqresiyanı regiona yalnız iqtisadi tərəfdaşlıq və sabitlik təklif edən Azərbaycana qarşı yönəldir. Bu, sadəcə siyasi korluq deyil. Bu, Azərbaycana qarşı bəslənən tarixi qısqanclığın təzahürüdür. İranın son dövrlər daxili auditoriyaya hesablanmış bu hərəkətliliyi əslində öz zəifliyini gizlətmək cəhdidir. Yaxın şərqdə proksi qüvvələri iflasa uğrayan, daxildə isə sosial-iqtisadi böhranla boğuşan rejim diqqəti daxili xaosdan yayındırmaq üçün qonşularına qarşı vaxtaşırı hədyanalar yağdırır. Amma bir şey unudurlar. Qarşılarında artıq ötən əsrin 90-cı illərinin zəif, parçalanmış Azərbaycanı yoxdur. Bugün Bakı regional güc mərkəzidir. Azərbaycanın güclü ordusu, Türkiyə başda olmaqla sarsılmaz müttəfiqləri və ən əsası qətiyyətli rəhbərliyi var. Tehranın hədə-qorxu dolu ritorikası rəsmi Bakının müstəqil siyasətini və milli maraqlarını qorumaq iradəsini bir addım da geri sala bilməz. Tehran rejimi anlamalıdır ki, Cənubi Qafqazın taleyi onun köhnəlmiş imperiya ambisiyaları ilə deyil, region ölkələrinin suveren hüquqları və formalaşan yeni geosiyasi reallıqlar əsasında qurulur. Maraqlıdır ki, cənub qonşumuz niyə ara-sıra bax bu cür mövqelər sərgiləməklə qonşuluq münasibətlərinə belə formada bir növ kölgə salmış olur. Və əlbəttə ki, Azərbaycan regionda inkişaf edən, eyni zamanda stabilliyə, sülhə və bu istiqamətdə gördüyü işlərlə ön sıralardadır. Amma niyəsə cənub qonşumuz İransa, Azərbaycan istər regional layihələr olsun, istər beynəlxalq layihələr olsun, istər digər bu kimi məsələlərdə uğurlarını bir növ kölgəyə almaq istəyir, bir növ qərbçiliyə salmaq istəyir. Bilmirəm, niyə belə edir. Amma əlbəttə ki, qonşunun əlbəttə ki, necə deyərlər, sağlığını istəyər. Bu həm də borçluya da aiddir. Amerika Birləşmiş Ştatları tankerləri isə Hörmüz boğazından, hansı ki, bir müddət əvvəl başlayan o yaxın şərq münaqişəsi çərçivəsində artıq Hörmüz boğazından kölgə taktikası ilə, yəni gəmiləri bir növ dəyişdirməklə keçid edir. Bu İrandan razılaşma fonunda nəyə hesablanıb? Əslində maraqlı bir iddiadır. İddianı araşdırmışıq və geniş bir materialı indi sizə təqdim edəcəyik. Birlikdə izləyək. İmzalanan memorandum hər iki tərəfin siyasi anlaşmadan praktik öhdəliyə keçmək qabiliyyətini sınayır. Bu, hər hansı bir uğurun regionda daha geniş münaqişənin qarşısını almağa imkan yaradacağını, uğursuzluğunsa hərbi gərginliyin geri qayıtması demək olduğunu göstərir. Bəli, bu fikirdə Amerika Birləşmiş Ştatları və İran arasında memorandumla bağlı detal diqqət edilməli məsələdir. 60 gün kim özünü əhdə imzaya sadiq aparacaq sualı beyinlərdə dolaşır. Artıq bu mövzuda bir iddia ilə Reuters çıxış edib. Bildirilib ki, Amerika Birləşmiş Ştatları Fars körfəzində kölgə neft daşıma taktikalarından istifadə edir. Yəni, İranın Amerika Birləşmiş Ştatlarına qarşı Hörmüz boğazına yenidən bağlaması bir problem yaratmayacaq. Deməli, Birləşmiş Ərəb Əmirliyi və Oman sahillərində neftin bir gəmidən digər gəmiyə boşaldılması ilə ad, ölkə dəyişdirilməsi, kölgə əməliyyatları aparılır. Hələ may ayının əvvəlindən bəri ən azı 92 gəmi belə bir əməliyyatda iştirak edib. Beləliklə də dənizdə tankerlər arasında neft ötürülür və sonra son təyinat yerlərinə çatdırılır. İndi maraqlıdır, əgər Amerika Birləşmiş Ştatları belə qaraqura kölgə işləri görürdüsə, niyə İranla anlaşma memorandumunu imzaladı? Hesab edirəm ki, ölkəmizdə bu razılaşmalara qarşı çıxanlar var, lakin Amerika Birləşmiş Ştatlarının buna təcili ehtiyacı var. Trump qarşıdan gələn seçkilər və hazırki Dünya Kuboku zamanı sülhə ehtiyac olduğuna görə razılaşmada maraqlıdır. Buna görə də İslam Respublikasının maraqları da təmin olunmaq şərti ilə birlikdə irəliləməyə hazırıq. Gələcəkdə baş verən hadisələri son dərəcədə diqqətli şəkildə yaxından izləməyə davam edəcəyik. Digər tərəflərin götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün əlimizdə olan bütün vəsaitlərdən istifadə edəcəyik. Məqsəd 60 gün ərzində qarşılıqlı anlaşma və razılığa gəlməkdir. Bu məqamda bax bu fikir.
Amerika Birləşmiş Ştatlarının futbol üzrə dünya çempionatına görə İranla razılaşmaya can atması real görünür. Digər tərəfdən Trump Macron ilə Fransada G7 samiti çərçivəsində görüşü zamanı əli ilə Fransa prezidentinə işarə edərək bu liderlər tez-tez mənə zəng edib deyirdilər ki, neft qiymətləri qalxır, İranla razılaşmanı tezləşdirin fikrini jurnalistlərə açıqladı. Deməli, G7 iclası və futbol üzrə dünya çempionatı zamanı Trump sadəcə vaxt qazanmaq üçün razılaşmanı ortaya atıb. Çünki Amerika Birləşmiş Ştatları və müttəfiqləri Hörmüz boğazından nefti tankerləri dəyişdirməklə keçirmək üçün müxtəlif cür dronlar və helikopterlərdən istifadə edirlər. Pentagon isə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının kölgə neft daşımalarında birbaşa hərbi iştirakımız yoxdur. Lakin Reuters iddia edir ki, belə deyil. Deməli, bu mexanizm qurulub və gələcəkdə də iştirak ola bilər. Məsələn, İsrailin Livanla davam edən müharibəsi, İranın da şərt kimi Livanda müharibənin dayandırılmasını bildirməsi, bunda israr etmələri, yenə də gələcəkdə qeyri-müəyyənliyin davam etməsi və beləliklə də Amerika Birləşmiş Ştatlarının kölgə neft daşımasının miqyasını artırması demək olacaq. Siz İsrail ilə dövlət səviyyəsində danışıqlarda atəşkəsi təmin edə bilmədiniz. Bu o deməkdir ki, ümumən danışıqlarda da İsrailin geri çəkilməsini, kənarda qalmasını təmin edə bilməyəcəksiniz. Danışıqlarda nəticə əldə etməyin yeganə yolu atəşkəsin tam təmin edilməsidir. Bu məqamda Hörmüz boğazının ətrafındakı ölkələr, Fars körfəzi dövlətləri başına gələn başmaqçı olar deyiminə uyğun olaraq infrastrukturlarını, işlərini elə qururlar ki, yenə Hörmüz bağlansa belə əziyyət çəkməsinlər. Üstəlik 60 günlük vaxt da onların yeni marşrutlar, logistika üçün işlərini tam başa çatdırması demək olacaq. Alternativ planların həyata keçirilməsi üçün 2 ay pis müddət deyil. Qlobal bazarlar iki qat şokla üzləşdiyindən enerji bazarları tarixində ən kritik dövrlərdən birini yaşayır. Hörmüz boğazının bağlanması ilə Küveyt, Qətər, İraq, İran, eləcə də Səudiyyədə istehsalın bir hissəsi dayandı. Bu ölkələrdə təchizat kəsintilərinə səbəb oldu. İlk dəfə olaraq enerji bazarları həm təchizatda, həm də istehsalda eyni vaxtda böhranla üzləşir. Bu gün enerji bazarlarında baş verənlərə təcili tədbirlər və müvəqqəti həll yolları vasitəsilə cavab verilir. Bu böhrana cavabdır. Deməli, əvvəllər dənizdə hücumların və gəmiçilikdə fasilələrin olduğu Hörmüz boğazı və onun ətrafındakı qeyri-sabitlik şəraiti indi bölgədən neft tədarükünün davam etməsinə imkan verir. Lakin o da var ki, bu təcrübə nə vaxtsa şişib partlaya bilər. Məsələn, Rusiya-Ukrayna hücumlarına görə ona tətbiq edilən qərb sanksiyalarından yan keçmək üçün kölgə donanmasını istifadə edirdi. Lakin sonralar Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya həmin gəmiləri həbs edir, göyərtəsinə hərbçilər endirir. Artıq növbəti Rus gəmilərindən birinin Britaniya hərbçilərinə qarşı silahlı müqavimət göstərdiyi də bildirildi. Deməli, Amerika Birləşmiş Ştatlarının nefti tankerdən tanker ötürərək kölgə işləri görməsinə də İran işıq salıb gün üzünə çıxarsa, bu o deməkdir ki, dənizdə insidentlərin yaranması riski artacaq. Hörmüz qalacaq Qara və Qırmızı dənizin gününə. Düşünürəm ki, Hörmüz birazdan bəlkə də ola bilər ki, qara günə qaldı. Həm də ona görə ki, bu müddət ərzində Hörmüzdən istifadə edən ölkələr, əgər diqqət etdirsə, sujetdə də bu məqam vurğulandı. Onlar müəyyən bir formada özlərinə alternativ yollar və alternativ gediş-gəlişlər axtardılar və əslində tapdılar da. Müəyyən digər yollarla, digər su yolları olsun, quru yollar olsun və s. Belə desək, alternativlərdən istifadə etməklə öz enerji tələbatlarını, enerji ixraclarını və ya idxallarını təşkil etməyə çalışdılar və bu istiqamətdə müəyyən işlər gördülər. Amma bu həm də o vaxt ola bilər ki, yəni Hörmüzə artıq o vaxt ehtiyac yaranmaya bilər ki, tam həmən Hörmüzə ehtiyac duyan ölkələrin müəyyən bir tələbatları tam ödənmiş olsun. Amma indiki halda biz belə anlayırıq ki və belə başa düşürük ki, bir növ kölgə donanmasından istifadə etməklə Amerika enerji daşınmasını həyata keçirir. Amma eyni vəziyyəti biz az əvvəl də qeyd etdik ki, Rusiya timsalında görmüşdük ki, onlar da kölgə donanmasından istifadə etməklə, yəni Rusiya bayrağı olmadan, amma Rusiya vətəndaşları olan və Rusiyaya məxsus olan gəmilərlə müəyyən beynəlxalq sularda üzürdülər və Avropa ölkələri də onları saxlayıb, sənin burada nə işin var və sanksiyalardan yayınmaq üçün niyə belə addım atırsan deyib həmin gəmilərdəkiləri həbs edirdilər. İndi bu kimi məsələlər də ola bilsin ki, bu Amerikanın
kölgə donanmasına ya İran razılıq verib, ya da bu ilkin mərhələdə enerji daşıyıcıları istiqamətində müəyyən bir addımdır ki, həyata keçirilsin və enerji daşınması ilə bağlı müəyyən bir problem yaranmış olmasın. Hər bir halda isə burada tərəflərin, yəni Amerika Birləşmiş Ştatlarının və İranın biri-birinə, xüsusən də bu danışıqların və müzakirələrin getdiyi bir vaxtda sadiqliyi çox önəmli məsələdir ki, bu sülh tam əldə olunmuş olsun və bərqərar olunmuş olsun. Sadiqlik demişkən, Ermənistanın Rusiyaya olan sadiqliyi deyəsən artıq keçmişdə qalıb. Rusiya və Ermənistan arasında münasibətlərdə növbəti gərginlik siqnalları müşahidə olunur. Moskva İrəvanın NATO ilə hərbi əməkdaşlığını tənqid edərək bunu regionda yeni suallar doğurduğunu bildirib. Moskva həmçinin Rusiyanın Gümrük şəhərində Sovet abidəsinin təhqir olunması ilə bağlı Ermənistana rəsmi etiraz notasında çatdırıb. NATO Ermənistan hərbiçilərinə Rusiyaya qarşı döyüşməyə öyrədəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova Ermənistanın ölkə ərazisində keçirilən Qartal Tərəfdaş 2026 beynəlxalq hərbi təlimlərində iştirakına münasibət bildirərkən deyib. O vurğulayıb ki, NATO ilə manevrlər təəssüf doğurur. Çünki məqsəd aydındır. Ermənistanı Rusiyanın simasında ənənəvi müttəfiqdən uzaqlaşdırmaq. Zakharovanın sözlərinə görə bu cür təlimlər artıq birinci il deyil ki, keçirilir və sistemli xarakter alıb. O təlim zamanı məhz Rusiyanın ehtimal olunan düşmən kimi qəbul edildiyini və bunun NATO'nun doktrinal sənədlərində təsbit olunduğunu vurğulayıb. Erməni hərbiçilərə Rusiyaya qarşı döyüşməyi öyrədəcəklər. Bir vaxtlar bunu təsəvvür etmək belə mümkün deyildi, deyə Rusiyalı diplomat əlavə edib. Mariya Zakharova həmçinin Kremlin İrəvana etiraz notası göndərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə Rusiya Gümrüdə Sovet abidəsinin təhqir edilməsilə əlaqədar Ermənistana etiraz notası verib. Diplomat qeyd edib ki, Moskva ədalətli istintaq və məsul şəxslərin məsuliyyətə cəlb olunacağına ümid edir. Biz axı elə bu studiyada xəbərdarlıq etmişdik ki, Ermənistan tərəfinə bildirmişdik ki, axı bu Rusiyanın heç xoşuna gəlməyəcək və ya özü də Paşinyanın bu elə bir açıqlaması ilə eyni günə təsadüf etmişdi ki, Paşinyan deyirdi ki, bizim Azərbaycanla bağlı hər hansı bir ərazi və bu iddia və s. münaqişə ilə bağlı müsbət bir fikirlər səsləndirmişdi və münaqişənin bitdiyinə dair fikirlər səsləndirmişdi. Paraleldə də Qərb ölkələrinə və konkret desək, Amerika Birləşmiş Ştatları ilə və oradan olan hərbiçilərlə Qartal adlı bir, necə deyərlər, təlim keçirirdi. Elə soruşmuşduq və həm də onda da qeyd etmişdik ki, bu Rusiyanın heç xoşuna gəlməyəcək və xüsusən də indiki halda Avropa İttifaqı ilə və Avropa ölkələri ilə ümumiyyətlə Rusiyanın, necə deyərlər, belə az qala düşməncəsinə bir münasibətdə olduğu bir vaxtda Avropalı hərbiçilərin Amerikalılarla bir yerdə gəlib Ermənistanda hərbi təlim keçməsi heç xoşa gələn qarşılanmayacaq Rusiya tərəfindən. Ona görə də Zakharovanın açıqlamalarında da bu məqam xüsusi vurğulandı. Bir digər məsələ də var. Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə münasibətləri də yenidən diqqət mərkəzindədir. KTMT rəhbərliyi İrəvanın son illərdə təşkilatın fəaliyyətində faktiki iştirak etmədiyini və üzvlüklə bağlı bəzi məsələlərin müzakirə olunduğunu açıqlayıb. Bu fonda Ermənistanın təşkilatdakı gələcək statusu ilə bağlı müzakirələrin intensivləşdiyi bildirilir. Ola bilər ki, bugün sabah atdılar KTMT-dən kənara Ermənistanı. Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının işində faktiki olaraq iştirak etmir. Bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov bildirib. Ermənistan artıq 3 ildir ki, üzvlük haqqını ödəmir. Təşkilatın işində de facto iştirak etmir. De jure isə KTMT-nin tam hüquqlu üzvüdür. Lakin qərar əlbəttə ki, erməni xalqına və Ermənistan rəhbərliyinə aiddir, deyə o müvafiq suala cavab verərkən vurğulayıb. Masadıkov qeyd edir ki, KTMT-yə üzv ölkələr Ermənistanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüquqlarının ləğvini müzakirə edirlər. Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və orada Xarici İşlər Nazirləri bu məsələni ətraflı müzakirə etdilər, deyə KTMT-nin baş katibi əlavə edib.
Artıq Ermənistan da rəsmi səviyyədə də, elə ən yüksək səviyyədə də nə vaxtsa ölkəsinin, yəni KTMT-dən çıxa bilmə ehtimallarını artıq indidən qəbul edib. Çünki bir neçə gün əvvəl Paşinyan da bu məsələyə toxunmuşdu ki, ola bilər ki, bizi KTMT-dən çıxartsınlar. Amma çox böyük ehtimal ki, Paşinyan və onun ətrafında olan Paşinyanın administrasiyası deyək, hökuməti deyək, buna alternativ yolları əvvəldən fikirləşiblər və artıq üzü Avropaya tərəf meyl etməyə başlayırlar. Və elə buna görə də KTMT-dən Ermənistanın çıxarılması rəsmi İrəvan üçün bir o qədər də narahat verici məqam kimi qəbul olunmur. Yəni açıq-aşkar sanki deyirlər ki, buyurun, çıxardırsınız, dünəndən çıxardın. Biz sabah gedəcəyimiz yeri bilirik. Amma üzü sabaha doğru gedəcəkləri yeri bilənlər arasında bir də Ukrayna vardı, xatırlayırsınızsa, onlar da üzünü Avropaya tərəf tutmuşdu, amma bu Rusiya tərəfindən heç də yaxşı qarşılanmadı və artıq 5-ci ildir ki, biz bu məsələnin nə yerdə olduğunu açıq-aşkar görürük. Yəni, Rusiya və Ukrayna münaqişəsinin başlanmasına rəvac verən əsas məsələ ilə bax, bu idi ki, həm də yəni Ukraynanın üzü Avropaya meyl etməsi. İndi Rusiya-Ukrayna müharibəsində, həm də münaqişəsində, cəbhədə, eləcə də diplomatik müstəvidə gərginlik artmaqda davam edir. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynanın hücumlarına cavab olaraq hərbi və strateji hədəflərə qarşı müntəzəm kütləvi zərbələr endirəcək. Digər tərəfdən də qərbi ölkələri Ukraynaya hərbi dəstəyini gücləndirir. Görə indi kimin gücü daha çox olacaq? Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək. Xarici İşlər Naziri Sergey Lavrov belə deyib. O qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu obyektlər hücuma məruz qalacaq. Bu arada Rusiya ordusu Donetsk vilayətinin Ray Aleksandrovka yaşayış məntəqəsinin nəzarəti ələ keçirib. Rəsmi Kiyev hələ ki faktı təsdiqləməyib. Böyük Britaniyanın yeni təyin olunan Müdafiə Naziri Dan Jarvis Ukraynaya bu ilin sonuna dək tədarük ediləcək dron, raket və radarlardan ibarət yeni yardım paketini elan edib. Vurğulanıb ki, bəyanat Ramstein formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun 35-ci iclasında edilib. Mən Ukraynanın Müdafiə Naziri Mikhail Fyodorovla Böyük Britaniyanın Ukrayna istehsalı olan 150 min dron, həmçinin 350-dən çox hava hücumundan müdafiə raketi və radar təqdim edəcəyi barədə razılığa gəldi. Onlar ERA mexanizmi vasitəsilə müsadirə edilən Rusiya aktivlərinin satışından maliyyələşdirilən 752 milyon funt sterling məbləğində paket çərçivəsində ilin sonuna dək tədarük ediləcək, deyə Böyük Britaniyanın Müdafiə Naziri bildirib. Belçika isə əlində olan bütün F-16 təyyarələrini Ukraynaya təhvil verə bilər. Söhbət təxminən 40 təyyarədən gedir. Belçika Müdafiə Naziri Theo Franken'in sözlərinə görə, bu, Belçikanın yeni ABŞ F-35 təyyarələrini aldıqdan sonra mümkün olacaq. Dünyada baş verənləri diqqətinizə çatdırdıq. Biraz da görək ölkəmizdə nə var, nə yox və hansı sosial məlumatlar və yeniliklər var. Abşeronda silsilə oğurluq hadisələrinin üstü açılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif ünvanlardan elektrik naqillər və digər avadanlıqların oğurlanmasında şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Araşdırmalar zamanı onların başqa oğurluq əməllərində də iştirak etdikləri müəyyən olunub. Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmail Xıdırov və Rasif Əliyev saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyatyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib. Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Heç nə, belə. Yəni Abşeronda baş verən cinayət əməlləri və öz növbəsində bunu törədənlər barəsində məlumatı təqdim etmiş olduq. Əslində, indi şəxslər etdikləri bu əmələ görə qanun qarşısında təbii ki, cavab verəcəklər. Bir başqa məsələ də var. Bu isə qurumuş ağacların kəsilməsi ilə bağlı olan bir məsələdir. Hansı ki, vətəndaşlar və qurumuş ağacların kəsilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər, onlar da gəliblər. Heç kimin xətrinə dəymədən. Digər ki, işi yarımçıq qoyub çıxıb gediblər. Ya da vətəndaşlar belə iddia edir ki, iş yarımçıq qalıb. Hadisə isə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Necə belə olub? Yəni, ağac budamağa gəlib, qurumuş ağacları kəsmək üçün gələn əməkdaşlar niyə işlərini ala yarımçıq görüblər? Bax, bu suala cavab axtarmağa çalışmışıq. Əməkdaşlarımız orada olublar və şikayət əsasında mövzunu araşdırıblar. Görək, bu ağaclar niyə belə budanıb? Bir ildir ərizə yazmışam. İcra hakimiyyəti razılıq verir. Trest azeliniya deyirlər ora ki, onlar gəlsin, məsələni həll eləsinlər. Dibi quruyub. Belə budalama olur. Dedim dibindən kəsin, bunu göz açılsın. Bu ağacın əvəzinə təzə ağac əkək burada. Nəsimi rayonu Mircəlal 10 ünvanındakı 5 mərtəbəli binanın həyətində qurumuş ağaclar var imiş. Sakinlər bununla bağlı müvafiq quruma dəfələrlə müraciət ediblər. Qurum əməkdaşları uzun müddət sonra əraziyə gəliblər, amma sanki işi yarımçıq görüblər. Ağacları bu formada saxlayıb gediblər. Yəni, ağac bu formada nəyə və kimə lazımdır? Gələn il dedilər ki, yaz gələndə gəlib kəsəcəyik. Yaz da gəldi, may ayı da keçdi, gələn yoxdur. Axırda gəldilər, quru ağac idi, bir dənə də yarpaq üstündə yox idi bunun. Kəsdilər, bunu da qoyublar bura ki, bəlkə orada siz qapı açdınız, bəlkə çayxana tikdiniz. Dedim, yekə kişisən, yolun ortasında çayxana açdınız. Yəni, belə deyək də, qurumuş ağacı belə bu formada saxlayıblar ki, siz burada nəsə iş görməyin, yəni bir obyekt açarsınız, nəsə belə bir şey, yoxsa... Elementar, elə belə ki, nəsə burada bir başqa şey olmasın, burada nə olacaq ki? Deyə kəsib aparıb satasınız, nə bilim, odun yerinə, nə qarasınız. Zəng elədim, gələn olmadı. Axırda sizə müraciət elədim, onlar hərəkətə düşdülər. Gəldilər, budalama elədilər. Quru ağacın nə budalaması? Deməli, bizim gələcəyimizi eşidib gəldilər. Budalamanın, yox, quru ağacın nə budalaması? Amma onda da belə gəlsələr də işi bitirmədilər. Bu formada saxlayıb getdilər. Belə qalmalıdır. Niyə belə qalmalıdır, mən bilmirəm. Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözgedən ünvandakı ağaclar sakinlərin müraciəti əsasında külək zamanı yarana biləcək təhlükənin qarşısının alınması məqsədi ilə budanıb. Ağacların niyə tam kəsilməməsinə gəldikdə isə bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmalıdır. Maraqlı məsələdir ki, ağac quruyubsa, bunu niyə tam götürməyiblər ərazidən? Yaxşı, qurumayıbsa və bunun üçün niyə təzədən müraciət etmək məsələsi gündəmə gəlir? Yəni, bir ağacın ərazidən götürülməsi ki, əgər o quruyubsa, niyə bu qədər müşkülə çevrilir? Bəzən baxırsınız ki, müəyyən məhəllələrdə, müəyyən yerlərdə ağaclar doğrudan da müəyyən bir yaşlanır, quruyur, aşmaq təhlükəsi yaranır. Amma onu oradan götürmək üçün bir aləm yerlərə müraciət etmək lazım olur. O, ora yönləndirir, o başqa bir yerə yönləndirir və s. və ilaxır. Siz müraciət edirsiniz, deyək ki, misal üçün, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, o deyir, gedin icra hakimiyyətinə, icra hakimiyyəti gəlir, baxır, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, onlar Yaşıllaşdırma İdarəsinə belə bir uzun bir proses baş verir ki, sadəcə bir qurumuş ağacı oradan götürsünlər. Və baxırsınız ki, bütün bu prosedur baş verənə qədər gəlib həmən ağac da aşır bir avtomobilin üstünə. Ondan sonra da heç kim məsuliyyəti boynuna götürmək istəmir. Burada isə vəziyyət biraz daha fərqli idi. Ağac qurumuş kimi görünür, amma ola bilər ki, biraz da indi yaz ərəfəsində filan pöhrə də vermiş ola bilər, bilmirəm. Amma hər halda sakinlər daha yaxından görüb müşahidə edirlər ki, ağac tam quruyub və onun orada olması heç bir mahiyyət etibarı ilə yaşıllaşmaya da bir tövhəsi olmayacaq. Hər halda qurumuş ağac da böyük ehtimal ki, özü də aşıb gedəcək, yəni özü özdüyündən. Digər bir problem var. Dəniz suyunun təmizliyi məsələsi. Bu istiqamətdə çox ciddi addımlar atılır, işlər görülür. Amma bu mövzu bir daha yenidən gündəmə gəlib. Onun çirkləndirilməsi təbii ki, kim tərəfindən həyata keçirilir? Və bu dəfə Xətai rayonunda yerləşən pivə zavodunun çirkəb sularının dənizə axıtması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Dəniz suyunu təmizləmək istiqamətində addımların atıldığı bir vaxtda görək bu zavod niyə belə bir
hərəkəti ilə gündəmə gəlib və niyə ümumiyyətlə öz tullantılarını dənizə axıdır? Mövzunu araşdırmışıq, birlikdə izləyək. Dənizi görünə günə qoyublar. Sosial şəbəkələrdə Xətai rayonunda yerləşən Alko Pivə zavodu tərəfindən dənizə çirkəb suların axıdılması ilə bağlı video görüntülər yayılıb. Məsələni araşdırmaq üçün hazırda həmin ünvandayıq. Baku TV-dən gəlmişik. Sosial şəbəkələrdə yayılıb ki, bəs pivə zavodundan dənizə çirkli sular pivə axıdılır. Bununla bağlı açıqlama almaq istəyirdik. Xanım, zavod işləmir, ona görə də yəni axıdılası bir şey yoxdur. Nə vaxtdan işləmir zavod? Zavod bir ildən çox işləmir. Ayın 7-si 6-cı ay 2026-cı il. Bəs bu axıdılan su yəni sizlik deyil, yoxsa necə? Heç bir su daxmır, heç kim də ölməyib, yəni deyirlər, canlılar ölür, nə bilim, nə, heç bir şey ölməyib burada, yalan söhbət. Bütün bu basurqa hamısı oraya gedir. Mən ki 20 ildir bura köçmüşəm, belə görmüşəm. Kanalizasiya sistemi yoxdur məhəllədə, yoxsa necə? Xeyr, yoxdur. Hamısı dənizə. Yoxdur. Baba, gördüyünüz nə qədər tikişlər var. Buranın hamısı kanalizasiyası hamısı ora axır. Gəlib oranı bir baxıb maraqlanan var. Gör neçə ildir bura işləmir. Daha doğrusu bir il olardı işləmir. İşləməyən zavodun nə ola bilər? Nə su işləmir. Mən burada oldum. Zavod işləmir. Burada nə ola bilər ki? Bu rəsmi müdiriyyətin yəni verdiyi cavab. Açıqlamada qeyd olunur ki, Alko LMD Azər Spirt 2024 məhdud məsuliyyətli cəmiyyətinin müəssisəsinin ətrafında müşahidə olunan çirkəb suların zavodun fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Ümumilikdə müəssisə uzun illər ərzində spirtli içkilərin istehsalı ilə məşğul olub və fəaliyyəti dövründə kimyəvi qatqılar tərkibli təhlükəli tullantıların axıdılmasından söhbət gedə bilməz. Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən axıdılan kanalizasiya sularının adı çəkilən zavodla heç bir əlaqəsi olmadığı, zavodun fəaliyyət göstərmədiyi bildirildi. Qeyd olundu ki, kanalizasiya sularının həmin ərazidə məskunlaşmış sakinlər tərəfindən axıdılması ehtimalına görə Xətai rayon Gigiyena və Epidemiologiya mərkəzinə müraciət olunub. Gigiyena və Epidemiologiya mərkəzindən isə bildirildi ki, istehsalat tullantı sularının toplanması məqsədi ilə Xəzər dənizinin sahil zonasından təxminən 500 metr məsafədə açıq tipli çirkab su anbarı mövcuddur. Həmin tullantı sularının kənarlaşdırılması üçün Alko LMD Azər Spirt 2024 ilə fiziki şəxs Zeynalov Elşən Əsədoğlu arasında 08.06.2026-cı il tarixli bir nömrəli müqavilə bağlanıb. Göstərilən tarixədək çirkab sularının qanunvericiliyin tələblərinə uyğun qayda Eyni zamanda müəyyən olunub ki, Xətai rayonunun Oksigen zavodu adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərində əmələ gələn məişət təsərrüfat çirkab suları kustar usulla çəkilmiş xətlər vasitəsilə açıq kanal şəklində birbaşa Xəzər dənizinə axıdılır. Sosial şəbəkədə yayımlanan görüntülərdə məhz həmin yaşayış sahəsindən çıxan tullantı çirkab sularının dənizə axıdılması əks olunub. Müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı üzrə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məktub ünvanlanıb. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan zavodun özünün çirkab su təmizləmə qurğusu var. Sakinlər qanunsuz olaraq çirkab sularını açıq kanal vasitəsilə dənizə yönləndiriblər. Həmin kanalın xidmətimizə aidiyyatı yoxdur. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır. İndi bu çirkab sularını kim axıdır, kim axıtmır, bu başqa bir sualdır. Amma ortada fakt var ki, müəyyən bir çirkab suları dənizə axıdılır. Bax, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Ümumiyyətlə, həmən ərazidə əgər açıq-aşkar belə bir hal baş verirsə, onun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. İndi bunu sakinlər də ola bilsin olsun və yaxud da ki, ola bilsin ki, birbaşa zavodun hansısa bir tullantıları olsun və s. İndi tam araşdırıldıqdan sonra, tam qərarı gəlindikdən sonra
bu istiqamətdə bir addımların atılması vacibdir. Bir neçə addımların. Həm ona görə ki, biz Xəzər dənizinin suyunun təmizlənməsi istiqamətində müəyyən bir layihələr icra etmək istəyirik, o istiqamətdə addımlar atırıq. Bir digər tərəfdən də hansısa bir ərazidə, yerdə bax bu kimi çirkab suları ilə da dənizi bərbad hala gətiririk, ekoloji vəziyyətini daha da çətinləşdiririk. İndi onda necə edək, yəni hansınla məşğul olaq? Təmizlənməsi istiqamətində işlər görmək istəyirik, başqa bir tərəfdən də çirkləndiririk. Ona görə də çox ciddi addımlar atılmalıdır, tədbirlər görülməlidir. Və sonda bir maraqlı sujeti sizin diqqətinizə çatdıracağıq. Bəzən valideynlər oğlan uşaqlarının gec dil açmasından şikayət edirlər. Həkimlər bildirir ki, bəzi hallarda müxtəlif xəstəliklərin bu göstəricisi ola bilər. Əslində isə niyə belə olur? Əksər hallarda adətən oğlanlar bir o qədər də danışmağa meyilli olmurlar və elə buna görə də bəlkə gec danışırlar. Valideynlər bu məqamda, yəni uşaq, xüsusən də oğlan uşağı gec danışacaqsa nələrə diqqət eləməlidirlər? Gəlin izləyək. 5 yaşında yeriyib, 5 yaşına keçəndə danışıb, bəli. Böyüyəndən də sonra görsən oğlan uşaqlarla cəldi olurlar, fərasatlı olurlar, gözü açıq olurlar. Oğlan uşağı gec danışar. Yəqin bu ifadəni bir çoxumuz eşitmişik. Əslində səsləndirilən fikir heç də əsassız deyil. Müşahidələr onu deməyə əsas verir ki, 1 yaşına çatmış qız uşaqları kiçik sözlər və ifadələrdən istifadə etsələr də, oğlan uşaqları bunu 2 və ya daha sonraki yaş dövrlərində edirlər. 5 yaşında yeriyib, 5 yaşında danışıb, bəli. Çox pis, çətin şeydir, Allah göstərməsin heç kimə. Deyirlər ki, qız uşağı şeytan olur. Qız uşaqları çox dünya görüşdə olur, nə bilim, çox hərəkətli olur. Mənim nəvəmin hələ 2 yaşı yoxdur. Əməlli başlı bütün fikrini çatdıra bilir. Qızdır? Qızdır, bəli. Amma oğlan da 4 yaşı var, təzə-təzə. O da elə bizim yaxın bir qohumun evladıdır. Hələ böyüyəndən də sonra görsən oğlan uşaqlarla cəldi olurlar, fərasatlı olurlar, gözü açıq olurlar. Mütəxəssislər bildirirlər ki, nitq inkişafı hər uşaqda eyni getmir. Belə ki, nitqin ləngiməsinə müxtəlif amillər səbəb olur. Nitqin gecikməsinə səbəb olan amillər müxtəlifdir. Bunlar genetik faktor, uşağın kifayət qədər ünsiyyət mühitində olmaması, ekran qarşısında uzun müddət vaxt keçirməsi, eşitmə problemləri, nevroloji və inkişaf xüsusiyyətləri aid edilə bilər. Xüsusilə telefon, planşet və televizordan həddindən artıq istifadəsi uşağın canlı ünsiyyət imkanlarını azaldır və nitqin inkişafına mənfi təsir göstərə bilər. Valideynlərin uşaqlarla daha çox danışması, kitab oxuması, oyun zamanı ünsiyyət qurması və uşağın suallarına səbirlə yanaşması nitq inkişafına müsbət təsir göstərir. Əgər uşaq yaşına uyğun nitq bacarıqlarını nümayiş etdirmirsə, vaxt itirmədən loqopedə müraciət etməlisiniz. Normal nitq uşağın sinir inkişafının əsas göstəricilərindən biridir. 1 yaşdan etibarən uşaq tək-tək kəlmələr şəklində danışmağa başlayır, get-gedə sözlərin sayını artırır, artıq 2 yaşında uşaq sadə cümlə deməyi bacarmalıdır. Nitq ləngiməsinin müxtəlif səbəbləri ola bilər. Autizm, genetik problemlər, serebral refleks, eşitmə problemləri, ağız damaq qüsurları nitq ləngiməsinə səbəb ola bilər. Əgər uşaq 2 yaşında heç bir kəlmə demirsə, mütləq həkimə müraciət etmək lazımdır. Psixoloqların fikrincə, diqqətdən kənarda qalan, yaşıtları ilə ünsiyyətdə olmayan uşaqlarda nitq ləngiməsi daha çox müşahidə olunur. Azərbaycan mentalitetində belə bir xüsusiyyət var. Oğlan uşağının həddən artıq çox qayğısına qalanda və uşağın danışması üçün şərait yaratmadıqda və yaxud da onun hər işini biz görəndə bu oğlan və yaxud qız fərqi yoxdur. Uşağın danışmağı gecikir. Çünki danışmağına şərait olmur, ailədə ünsiyyət, uşaqla ünsiyyət. Biz çox zaman deyirik ki, uşaq dilində danışmayın sözləri, uşaq da olsa qabağımızdakı sözləri bütöv demək lazımdır. Məsələn, uşaq dilində əhbə, aqu, uqu bu şəkildə uşağın səsi kimi səs çıxartmaqlar və yaxud uşaq məsəl üçün suya necəsə bir ifadə işlədir. Bundan sonra həmişə o ifadəni bizim də işlətməyimiz bu düzgün yanaşma deyil. Uşaq sözün bütöv şəkildə, düzgün şəkildə valideyndən eşitməlidir ki, o da düzəltməyə çalışsın sözü. Əgər uşaq 1 yaş və ya yaş yarımdan sonra müxtəlif sözlər səsləndirməkdə çətinlik çəkirsə, bu zaman vaxt itirmədən mütəxəssislərə müraciət etmək lazımdır. Çünki vaxtında müayinə və müdaxilə müxtəlif problemlərin daha tez aradan qaldırılmasında mühüm rol oynayır. Məncə də, yəni
laqopedə çox ciddi ehtiyac olur. Yəni uşaqlarda, oğlan uşaqlar əgər gec dil açırlarsa, mütləq şəkildə onları vaxtında laqopedə aparmaq yaxşı olardı. Belə gördükləriniz və göstərdiklərimiz bugün üçün bunlar idi. 24 saatda sizinlə mən Xəyal Orucoğlu idi. Sabah eyni vaxtda yenidən görüşmək ümidi ilə hələlik.